belə deyim də, Fərid Mansurovu özümə kumir götürmüşəm. Hətta elə bir vaxt gəldi, çatdı ki, onlar bizim böyüklərimizdir. Mən cavan yaşda olurlar, onların məşqinə qoşulurdum. O qədər yəni yaxşı tərəfdən həsəd apardım ki, görəm mən də haçansa nəticə verəcəm, haçansa məni də tanıyacaqlar, haçansa mən də bayraq qaldıracam. Yəni arzumdur, istəyimdir. Fərid hara ayağını atırdı Razminka vaxtı, Barsovkamı aparıb onun ayaqlarının addımının izinə qoyurdu. Ciddi deyirsən? Bu indi bizim... Yəni bunu hardasa demirsən, yoxsa ilk dəfə də deyirsən? Yox. Harada danışmısan bunu? Yox. İlk dəfə olaraq motivatorda deyir. Çox maraqlı mövzuda, yəni indiki mövzu. Həqiqətən bəlkə də bir neçə idmançımız var ki, bugünkü gün Allah eləsin hamısı bu idmana gəlib, zəhmət çəkən hər biri gəlsin, Avropada, dünyada olimpiya oyunlarında medal qazansın, vətənini, bayrağını həmişə zirvələrə uzatsın. Bəlkə onların da içində elələri var. İndi bu günlərim söhbət açılıb deyə mən deyirəm. Həqiqətən Fərid Mansurov har ayağını qoyurdu. Mən Barsovkamı onun yerinə atırdım ki, mən də Fərid kimi olacam, belə olacam, elə olacam. Düzdür, biz Fərid müəllim kimi ola bilmədik, amma ən azından güləşdə xidmət elədik ölkəmizə.